nə istəyirik? Biz istəyirik ki, alimlər Azərbaycan cəmiyyətinin inkişafına töhfə versinlər. Burada mən düşünürəm, 3 zümrənin vəzifəsi var ki, bu hədəf həyata keçsin. 1, dövlətin alimə dəyər verməsi, onu yaxşı maliyyə baxımından təmin etməsi. 700-800 manat maaşla alim olmur, əzizim. Özümüzü aldatmayaq. 800 elmlər doktorunun maaşıdır. Bəli. Biz orta səviyyə alimlərin maaşıdır. Bəli. Birinci dövlətin, yəni ayrılan pullar bu dövlət babanın, hər zaman demişik, müqəddəsdir dövlət baba. Hamı ona baxır, onun əlinə baxır, atadır. Mən belə düşünürəm. Birinci onun vəzifəsi. İkinci, alimin öz vəzifəsi, o hədəfə çatmaq üçün, öz missiyası. Üçüncü, adi vətəndaşların missiyası. Mən düşünürəm ki, adi vətəndaşların missiyası burada ən axırıncıdır. Necə? Əgər dövlət öz missiyasını yerinə yetirsə, büdcəmiz azdır. Əziz dövlət, lazım deyil də, lazımsız, faydasız ştatları ləğv elə, faydalı alimlərə yüksək maaş ver. Dəfələrlə demişik bunu. Faydalı alimləri seç, qulunların, əgər sənin dövlətə töhfən yoxdursa, millətə, cəmiyyətə. Alimin missiyası nədən ibarətdir burada? Alimin missiyası, deyim, 2020-ci ildə, 2011-ci ildə mənim Facebook səhifəm var, amma 2020-ci ildə mən düşündüm ki, mən bir müəlliməm, alim deməyim, üzr istəyirəm böyüklərdən. Müəlliməm, kitab oxuyuram, tədqiqat aparıram falan. Mən istəyirəm cəmiyyətimə faydalı olum. Bir onlayn akademiya yaratdım, Sosiologiya Akademiyası. Bunun nümunəsini götürmüşdüm xaricilərdən və başladım onlayn danışmağa. Bu gün mənim 150 min izləyicim var. Hər ay mənə 2 milyon baxışı olur. Mən buradakı verilişlərdə, çıxışlarımı da orada paylaşıram, orada baxışı olur mənə daha çox. Bu mənim öz missiyamdır, ağrım. O tədqiqatçılardan biri demişdi, gəlmişəm ay millət sizi narahat eləməyə. Birinci alim özü narahat olmalıdır axı. Onun içində bir xidmət təəssübkeşliyi olmalıdır. Mən əlimdə nəsə var, onu cəmiyyətimə çatdırım. Bu düşüncə olmalıdır. Yoxsa mən savadlıyam, çox bilikliyəm, amma dərdim yoxdur. Ağrım yoxdur. O bildiyimi çatdırmaq üçün və yaxud üzr istəyirəm hamıdan, yekəxanıyam. Əzizim, olmur, sənin əlini öpüm, ay alim. Olmur, yekəxana. Bu iki. Üçüncü səbəb. Üçüncü cəmiyyətin. Mən düşünürəm ki, birinci ilə ikinci yaxşı olsa, sonra cəmiyyətə biz öyüd nəsiyyət verək ki, ay cəmiyyət, alimə dəyər verində, mən şəxsən öz payıma deyirəm, o fəaliyyətim dövründə insanlardan o dəstəyi görmüşəm. Təsadüf tapılır, Ceyhun müəllim də bilir, yəni kimsə üzr istəyirəm, aşağı səviyyəli birisi durur sataşır adama. Onu mən cəmiyyətdən hesab eləmirəm. O istisnadır. 99% insanlar yazırlar Amerikadan, Avropadan, Azərbaycanlılar. Sən burada əsas məsələ, indi amma bir cümlə deyim, dövlətin dəstəyi vacibdir. Mən hamıya deyə bilmirəm ki, hamı gəlsin mənim kimi sosial şəbəkədə fəaliyyət eləsin, reklam götürsün şirkətlərdən. Bəlkə kimisə buna heç marağı yoxdur. Mən hamını özümlə müqayisə eləyə bilmərəm. Heç alimin missiyası mənim kimi elə danışmaq deyil. Alim tədqiqat aparır, məqalə çap elətdirir, heç danışmır da.